bilməmizdən soruşduq. Bu dizayner sənəti elə bir sənətdir ki, bu gərək insanın özündə ol, elə bir fitri bir istedad kimidir. Məsələn, peşə təhsil mərkəzlərinə tələbələr gəlir dərzi qrupuna. Biz onların içində onları kəşf etmiş oluruq. Sonra işdən, dərsdən sonra bu kimi kurslarda öz fəaliyyətlərini daha da təkmilləşdirirlər. Dizayner həm də konstruksiyanı bilməlidir. Yəni bir dizayner dizayn edir əl ilə və yaxud kompüter proqramları ilə fikrində, axlında olan o modelin eskizini çəkir. Sonra onun konstruktiv çertyoju yaradılır. Daha sonra ülgülər hazırlanır. Dizaynerlərin əsas üzərinə düşən vəzifə çox mühümdür. Onlar elə etməlidirlər ki, əmək bazarında onların dizaynı üstünlük təşkil eləsin. Dizaynerlərin üzərinə düşən vəzifə onların kreativ fikirləri, fitri istedadları, bacarıqları, yəni öz üzərində işləməkləri olmalıdır. Onlar daim öz üzərində işləməlidirlər. Məşhur modelyerlərin tendensiyalarını izləməlidirlər. Yəni orada onlar izləyərkən təkrarçılığa yol verməsinlər və onlardan da daha gözəl modellər kəşf eləsinlər. Dizaynerlər istehlakçılarla daim əlaqəli işləməlidirlər. Çünki onların dizaynından asılıdır həmin o istehlakçının nə qədər irəli getməyi və əmək bazarında daha birinciliyi tutmaları üçün. Əvvəlki dövrə baxanda, məsələn, dizaynerlərə ehtiyac yox idi. Fərdi dərzilər var idi, belə, amma indi hər adicə mağazada da dizaynerə ehtiyac duyulur.